Salam aleyküm, hörmətli Mühasib Bələdçisi verilişinin izləyiciləri. Mühasib Bələdçisi verilişi olaraq həmişə sizlərə daha maraqlı mövzularla qarşınıza çıxmağa çalışırıq. Bugünkü mövzumuz çox maraqlıdır. Ümid edirəm ki, izləyicilərimiz üçün çox faydalı bir mövzu olacaq. Bugün maraqlı bir qonağımız var. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdürü Məsum Rəhimli bugünkü qonağımızdır və bugün sizlərə çox maraqlı bir sualların cavablarını ümid edirəm əldə edəcəksiniz. Xoş gəlmişsiniz Məsum müəllim verilişimizə. Təşəkkür edirəm Adil müəllim. Məsum müəllim, verilişimizə belə başlayaq ki, bildiyimiz kimi son dönəmlər qeyri-formal təhsilin əhəmiyyəti ölkəmizdə get-gedə artmaqdadır. Biz adətən bu həm iş dünyasına hazırlaşan və çalışan şəxslərdən həmişə görürük ki, bu ifadə tez-tez səslənir ki, yəni biz universitetdə 4 il oxuduq və hətta magistraturanı da oxuduq, lakin iş həyatımıza atılmağımızda daha çox qeyri-formal təhsilin rolunu vurğulayırlar. Yəni kursların rolunu belə deyək daha da bir önə çıxdığını görürük. Yəni bu barədə istərdik ki, bir qısa məlumat verəsiniz. Yəni qeyri-formal və informal təhsilin rolu nədir? Yəni bu qısa bir izləyicilərimiz bu barədə məlumat alsalar yaxşı olar. İlk olaraq mən təşəkkür edirəm Adil müəllim dəvətinizə görə. Eyni zamanda İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi hər zaman cəmiyyətimiz üçün faydalı mövzulara toxunub, cəmiyyətimizin iqtisadi savadlılığının artırılması yönündə sizin əməyiniz danılmazdır. Buna görə də ayrıca təşəkkür etmək istəyirəm. Çox sağ olun. Birinci, gəlin görək, qeyri-formal və informal təhsil dedikdə biz nəyi nəzərdə tuturuq? Normal təhsil mühitində biz bildiyimiz kimi məktəb, universitet, kollec, hansısa bir peşə məktəbi, bu səviyyədə əldə olunan təhsil formal təhsil adlanır. Bunun əksi olaraq qeyri-formal hər hansı bir kurslarda, dərnəklərdə şəxsin əldə etdiyi bilik, bacarıq və səriştələrin toplusudur. İnformal təhsil dedikdə isə şəxsin özünü inkişaf etdirmək yolu ilə, deyək ki, hansısa bir internet portalı və yaxud da öz şəxsi marağının araşdırması nəticəsində əldə etdiyi bilik, bacarıq və səriştə nəzərdə tutulur. Məhz qeyd etdiyiniz kimi, qeyri-formal və informal təhsilin cəmiyyətimiz üçün hansı üstünlükləri var, hansı vacibiyyətləri var? İlk olaraq cəmiyyətdə belə deyək ki, inklüzivliyi artırmış olur. İnklüzivlik dedikdə formal təhsilə çıxışı olmayan şəxslərin qeyri-formal və informal yollarla əldə etdiyi biliklər sayəsində onlar artıq əmək fəaliyyətində karyera irəliləməsinə nail ola bilirlər. Bunun ikinci tərəfi təbii ki, iqtisadi tərəfdir. Şəxs karyera inkişafını genişləndirdikcə əlbəttə ki, deyək ki, özünün karyera yüksəlişində təmin edə bilər. Misal üçün götürək, hər hansısa bir aşbaz və yaxud da ki, qənnatçı ev şəraitində qənnatçı xidməti ilə məşğuldur. Ancaq öz peşəsini tanıtmaqla həmin şəxs daha yüksək işlərdə, deyək ki, tanınmış şirkətlərdə iş tapmaq imkanına malik olur. Burada bir nüansı qeyd etmək istəyirəm. Qeyri-formal və informal təhsilin tanınması nəticəsində əldə edilmiş istər sertifikat, istərsə də diplom, həmin şəxsə müvafiq sahədə peşə ixtisası üzrə rəsmi işləmə icazəsi verir. Və bu da dediyimiz, bayaq qeyd etdiyimiz məqamların, nüansların daha vacibiyyətini bir daha ortaya qoymuş olur. Çox sağ olun Məsum. Məsum, bu da mənim ağlıma çox maraqlı bir fikir gəldi. Yəni, bildiyiniz kimi biz elə bir nəsildik ki, bir belə deyək ki, ömrümüzün bir çox hissəsi Sovet dönəmində məsələn mən yaşadım və artıq müstəqillik qazandıqdan sonra yeni bir belə dönəmə daxil olduq. Biz yəni orada Sovet dönəmində peşə məktəblərinin biz bir rolunu görürdük. Yəni işsiz demək olar ki, əhali qalmırdı. Zaten sistemin əsas belə deyək ki, xüsusiyyəti bu idi ki, cəmiyyətdə işsiz heç kəs qalmasın. Ona görə də hər kəsi
dəvət edib ən azı peşə təhsili almağa yönəlirdilər. Eyni zamanda biz paralelində Avropa və dünyaya baxdıqda biz baxırıq ki, həqiqətən də orada da çox bir bu sahəyə ciddi önəm verirlər. Bu dövlət agentliyi olaraq, sualım bundan ibarət, dövlət agentliyi olaraq bizim bu TKT-nın belə deyək ki, rolu necədir hazırda? Yəni biz Avropa ilə müqayisə apardıqda və keçmiş Sovet dönəmimizlə müqayisə apardıqda bugün hansı yeniliklərimiz var? Yəni bu barədə bir qısa açıqlama verə bilsəz yaxşı olardı. Təbii. Ümumiyyətlə qeyri-formal və informal təhsilin tanınması ölkəmizdə yenidir. 2020-ci ildən başlayaraq biz bu fəaliyyətə addım atmışıq. Hal-hazırda 26 peşə ixtisası üzrə bizdə tanınmalar həyata keçirilir və bu təbii ki, yeni olduğumuza görə bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlığa hər bir zaman ehtiyacımız var. Bu illər ərzində biz bir neçə ölkənin təcrübəsini öyrənmişik, onları bilavasitə tətbiq etməyə çalışmışıq. Bunlardan ən bariz misal qardaş Türkiyə Respublikasıdır. Türkiyə Respublikasında bu sahə daha geniş yayılmışdır və biz onların təcrübələrindən istifadə edərək öz praktiki sahəmizdə də tətbiq etməyə çalışırıq. Amma biz yalnız Türkiyə ilə deyil, təbii ki, Rumıniya, Macarıstan, Portuqaliya və digər bu sahədə uğurlu olan bir neçə ölkələrin təcrübələrini daha dərindən araşdırırıq və bilavasitə mövcud bazar şəraitinə, əmək bazarı şəraitinə onları tətbiq etməyə çalışırıq. Lap gözəl. Deməli, növbəti sualım Məsuməm. Bu qeyri-formal təhsil prosesinin mərhələləri barədə olacaq. Yəni bu günləri hansı mərhələlərdən keçir ki, iştirakçı bu qeyri-formal təhsildən daha yaxşı bir şəkildə faydalansın? Bunun mərhələlərini necə qiymətləndirirsiniz? İlk olaraq bizim web səhifəmizdə müdavim həmin müvafiq ixtisas üzrə müraciət etməlidir. Orada müəyyən tələb olunan sənədlər var. Şəxsiyyət vəsiqəsidir, attestat və yaxud diplomu varsa, diplomun sürətidir, əmək kitabçası varsa o və gördüyü işin praktiki sübutu olacaq müəyyən foto şəkillər. Deyək ki, əgər şəxs qənnadıcıdırsa, ev şəraitində bundan məşğuldursa, hazırladığı qənnadı məhsullarının foto şəkillərini təqdim edir və bu bizim əməkdaşlarımız üçün çox vacib mərhələdir. Niyə? Çünki müraciəti İlk olaraq bizim əməkdaşlarımız analiz edirlər ki, bu şəxs həqiqətən də bu kriteriyalara cavab verir, yoxsa yox. Cavab verdiyi təqdirdə şəxs demək 100 manat ödəniş edərək nəzəri imtahana dəvət olunur. Nəzəri imtahandan uğurla keçən namizədlər artıq növbəti praktiki imtahana dəvət olunur. Praktiki imtahan üçün də hər bir modul üçün qeyd edim ki, 80 manatdır və bu tariflər Nazirlər Kabinetinin 2020-ci il 25 dekabr qərarı ilə təsdiq olunubdur. Şəxs həm nəzəri, həm praktiki mərhələdən uğurla keçdiyi təqdirdə artıq müvafiq sertifikat və yaxud diplomla təltif olunurlar. Sertifikat və diplomun fərqi nədir? Bunu da sizə qeyd edeyim. Sertifikat peşənin müəyyən bir modulu üzrə nəzərdə tutulur. Diplom almaq istəyən şəxs isə həmin ixtisasın hər bir modulundan imtahan verməlidir və o imtahanlardan uğurla keçdiyi təqdirdə diplom əldə edir. Amma burada yenə də bir vacib nüansı qeyd etmək istəyirəm. İstər sertifikat, istər diplom həmin şəxsə müvafiq peşə üzrə fəaliyyətə başlamağa icazə verir. Və bir şey də statistik olaraq nəzərinizə çatdırmaq istəyərdim. 2024-cü ildə ümumilikdə bizə 240 nəfər müraciət etmişdir peşə tanınması ilə bağlı və 240 nəfərdən 49 nəfəri məhz nəzəri imtahan mərhələsindən kəsilmişdir. 2 nəfər isə praktiki imtahan mərhələsindən kəsilmişdir. Bunu vurğulamaqda məqsəd bundan ibarətdir ki, Radir müəllim, bizim ekspertlər bütün tələblərə uyğun olaraq, həm yerli, həm beynəlxalq tələblərə uyğun olaraq ekspertizadan keçirdiyinə görə, yəni bütün imtahanlar, istər nəzəri, istər praktiki imtahanlar
məhz şəffaflığa söykənir. Həm şəffaflığa, həm də hesabatlılığa söykənir. Məsəl üçün, praktik imtahan zamanı biz video çəkilişlər aparırıq ki, əgər şəxsin hər hansısa bir qərarla bağlı narazılığı olsa, həmin o praktiki video çəkilişlər vasitəsilə ortaya qoyula bilsin ki, məhz səbəb nədir sizin praktik imtahandan keçir. Yəni, dediyim kimi, bizim imtahanlar tam şəffaflığa, hesabatlılığa və təbii ki, ədalət prinsipinə əsaslanır. Çox sağ olun. Əslində, siz mənim növbəti suallarımı cavablandırırız. Həm namizədlərin sənəd qəbulu, həmçinin də burada qiymət məsələsini də qeyd elədiniz ki, hansı mərhələlərdən keçməlidirlər və nə qədər məbləğ ödəməlidirlər. Məsələn, bu bilirsiniz də, hər millətin xüsusiyyəti var. Bizim millətimizdə bu ümumiyyətlə sertifikata çox önəm verirlər, sənədə çox önəm verirlər. Bəli, həqiqətən də bu imtahanı verən yoldaşlar TKT-nın bir sertifikatını əldə edirlər. Yəni, o sertifikatın üstünlüyü barədə mən istərdim məlumat verəsiniz. Məsələn, burada bildiyimiz kimi, hətta orta təhsilli yoldaşlar da müraciət edə bilir. Yəni, onlar bilmək istəyərlər ki, yəqin ki, yəni bu sertifikat onlara sabah məsələn işlə təmin olunmasında bir doğrudan da mühüm bir sənəd kimi ortaya qoya bilərlərmi? Yəni o bir ürəklərində bir arxensil olsun deyə o barədə bir qısa məlumat desəz yaxşı olardı. Radim müəllim, əslində qalsa çox vacib məqam siz vurğuladınız. Sertifikatın önəmindən ibarətdir. Bayaq da qeyd etdiyim kimi, həmin o istər sertifikat olsun, istər diplom olsun, məhz müvafiq peşə üzrə rəsmi fəaliyyətə başlamağa icazə verən sənəddir. Deyək ki, müqayisə eləsək, ölkəmizdə müxtəlif kurslar təqdim edən şirkətlər var və onlar da kursların nəticəsi olaraq hansısa bir sertifikatlar təqdim edirlər. O sertifikatla məhz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdim etdiyi sertifikatın arasında fərq nədən ibarətdir? Həmin sertifikatlar, deyək ki, hansısa bir X şirkətinin verdiyi sertifikat müdavimlərə bu ixtisas üzrə təlim keçdiyini təsdiqləyən bir sertifikatdır. Ancaq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdim etdiyi sertifikat məhz həmin şəxsin ekspertlərin imtahanı nəticəsində sertifikasiyadan keçdiyini və müvafiq peşə üzrə fəaliyyətə başlamağa rəsmi icazə verdiyini göstərən sənəddir. Bunun vacibliyini və əhəmiyyətini burada belə qeyd etmək istəyirəm. Çox sağ olun Mənsur müəllim. Əslində, yəni həqiqətən də elə buyurduğunuz kimi çox mühüm bir məsələdir. Sadəcə olaraq burada məsələn mən nəyin şahidi oluram ki, biraz bu sahədə belə deyək ki, tanınma, həqiqətən də yəni TKT-nın gördüyü yəni bu işlər, bu qeyri-formal təhsilin tanınması çox mühümdür. Yəni növbəti sualım budur ki, yəni bunun tanınmasına bağlı hansı tədbirlər görürsünüz? Yəni fikrimcə bu biraz daha geniş spektrdə maarifləndirmə işləri aparılmalıdır. Yəni bu barədə bir məlumat versəz yaxşı olardı. Yenə də vacib məqama toxunursunuz. Çox sağ olun. Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhz bu sahədə həm dövlət qurumları ilə, eyni zamanda özəl şirkətlərlə əməkdaşlıq etməyə hər zaman çalışır. Çünki bu yol tək qət edildiyində müəyyən çətinliklər ortaya çıxa bilir. Biz ona görə istəyirik ki, həmin çıxdığımız mən bunu hər zaman fəxrlə qeyd edirəm, müqəddəs yolda eyni zamanda müvafiq dövlət qurumları və yaxud hansısa bir şirkətlərin də dəstəyi olsun ki, bu müqəddəs yolu daha düzgün və daha uğurlu addımlarla irəliləyə bilək. Məsələn, çox sağ olun, ətraflı cavablandırdınız. Növbəti sualım nədən ibarət? Məsələn, artıq bu bir neçə ildir ki, TKT artıq bu sənədləşmə prosesini icra eləyir. Gəlib imtahan verirlər, yoldaşlar oradan keçib və artıq iş həyatına atılırlar. Yəni, indiyə qədər belə bir problemlə qarşılaşmışsınız. Məsələn, hər hansı bir müdavim deyək və ya sertifikatı əldə edən yoldaş bir şikayət eləsin ki, yəni bəs bizim sertifikatı tam tanımırlar və s. belə bir problemlə qarşılaşıbmı? Bizim 2024-cü ilin son statistikasına görə 550-dən çox vətəndaşın peşə ixtisasının tanınma sənədi təqdim olunub. Və bu 550 nəfərdən heç birində belə bir şikayət qeyd olunmuyubdur. Yəni, əmək bazarı artıq
belə deyək, bu sertifikatı tanıyır və bu müsbət bir məsələdir. Təbii və burada eyni zamanda bir vacib nüans var ki, Radir müəllim, deyək ki, hansısa bir şirkət, tanınmış şirkətlər işçi götürəndə, deyək ki, aşpazmı, qənnatçımı və yaxud da dərzi, bərbər, bu kimi peşə ixtisaslarına sahib insanları götürəndə artıq TKT-nın sertifikasiyasından keçmiş müdavimi götürməkdə daha çox üstünlük verirlər. Çünki həmin şəxs ekspertlərin rəyi nəticəsində sertifikatı əldə edib. Belə deyək ki, biri var əmək bazarında heç bir sertifikatı olmayan və yalnız bildiyimiz hansısa bir referenslər nəticəsində bir aşpaz, bir X aşpazı və yaxud da məhz TKT-nın rəsmi sertifikasiyasından keçmiş bir aşpaz. Təbii ki, artıq həmin şirkət, burada biznes maraqları önəmlidir. O TKT-nın sertifikasiyasına keçmiş şəxsə üstünlük verir. Çünki dediyimiz kimi onu ekspert qiymətləndirib, nəinki hansısa bir tanışın referensi sayəsində. Məsələn, bu məqamda mən təbii ki, öz sahəmi belə deyək ki, gözdən çıxartmaq istəmirəm. Bu əməliyyatçı mühasib. Bildiyimiz kimi TKT-nın proqramlarından biri də əməliyyatçı mühasib sertifikatıdır. Yəni bununla bağlı istəyərdim bir məlumat verəsiniz. Çünki həqiqətən də bu ölkəmizdə hazırda gündən-günə bir artan bir tələbat var mühasibatlığa. Bu əməliyyatçı mühasib sertifikatına tələb nə qədərdir? Yəni bu sahə ilə nəsə bir statistik göstərici və s. bu müraciətlər bununla bağlı necədir? Bu il üçün artıq məhz əməliyyatçı mühasib üçün bizim 4 müraciətçimiz qeydə alınıb. Nəzərə alsaq ki, artıq ilin 1-ci rübü yekunlaşıb. Burada Novruz bayramı tətilləri və s. 4 nəfər artıq bizim məhz əməliyyatçı mühasib üçün qeydiyyatdan keçmiş müraciətçimiz var ki, inşallah bu yaxın həftələrdə onların sertifikasiyasını biz həyata keçirəcəyik. Belə isə ümumi 4 ilə nəzərən, 4 ilə münasibətdə, bəli, bu ixtisas üzrə kifayət qədər müraciət edən müdavimlər var, sertifikasiyadan keçənləri var və dediyim kimi o heç bir şikayət gəlmədiyi halda əminik ki, onların iş tapmasında, əmək bazarına inteqrasiyasında da bir problem olmayıb, əksinə üstünlük əldə edib onlar. Əslində burada bir məqam da ağlıma gəldi. Məsələn, mən indi biz bu sahədə olduğumuza görə çox nəyin şahid olmuşam. Məsələn, müdavim tamamilə qeyri-ixtisas sahələrini bitirib. Bəzən biologiyanı, bəzən tibbi, bəzən fizika, riyaziyyat, ədəbiyyat və o sahəni bitirərək bugün mühasibatlıq sahəsinə atılıb və kiçik mühasib, əməliyyatçı mühasib kimi fəaliyyət göstərirlər. Yəni, bununla bağlı qanunvericilikdə tam da elə bir, belə deyək, ciddi bir tələb də olmadığına görə, düzdür, artıq peşəkar mühasib sertifikasiyasından bağlı müəyyən bir qanun var, artıq o baş mühasiblərə aiddir. Amma kiçik mühasiblər, mühasiblər, məsələn, mən dünən bir yoldaşla tanış olmuşam və yoldaşdan soruşuram ki, siz hansı sahəni bitirmişsiniz? Tamamilə qeyri-ixtisaslı bir sahəni bitirib və bugün mühasib işləyir. Amma o bugün o əməliyyatçı mühasib sertifikatına ehtiyac duymur. Məsələn, bu çox mühüm məqama gəldi ki, mənə elə gəlir ki, ən azından yəni bu yoldaş qeyri-ixtisası başqadırsa, mühasib sahəsində işləyirsə, bunun bu sertifikatı olması məncə vacibdir. Bax, burada da bir, belə deyək, onlara əl çatanlıq mı deyim, yəni bu yoldaşlara bir müraciət eləməmiz lazımdır ki, yoldaşlar, ən azı sizin ixtisassız, qeyri-ixtisasdır. Siz elə buradan başlayaraq, məsələn, bu demək olar ki, baş mühasib olmayan yoldaşların hamısı əməliyyatçı mühasibdən başlayır. Yəni, bu sertifikatı biz biraz daha da çox təbliğ eləməliyik ki, yəni, onların məlumatı olsun, ən azı gəlib artıq TKT-nın əllərində bir sənəd olsun. Çünki adam tibbi qutarıb mühasib işləyir. Adam dil ədəbiyyatı, ingilis dilini qutarıb və bugün bazardakı o əmək bazarında olan o tələbat biraz çox olduğuna görə, hətta burada bir maraqlı məqam deyimsə, biz deməli 2019-cu ildən bu yana Milli Mühasiblər Forumu keçiririk. Deməli 2020-ci ildə biz Türkiyədən bir mütəxəssis dəvət eləmişdik. Rəcəb Pəkdəmir, professor doktor, hazırda özü Amerikadadır. O bizim bazarımızı araşdırdı, əmək bazarını araşdırdı, vəziyyətimizi belə təhlil etdi. Bizə belə bir şey qeyd elədi ki, bəs siz bugün Türkiyənin 60-cı illərini yaşayırsınız. O zamanlar əli qaləm tutan hər kəs
mühasibeci olmaq istiyordu. Və sonra qanunvericilik yavaş-yavaş təkmilləşdi. Biz bu sahədə biraz daha da inkişaf elədik və artıq bu gün demək olar ki, mühasib peşəsi ən belə deyək ki, çətin əl çatan bir peşələrdən biri olub. Çünki staj tələb olunur, çox mühüm sertifikatlar tələb olunur. Yəni bax, burada bizim həqiqətən də bu müsahibədən anlayıram, biraz daha çox maarifləndirmə işlərimizi artırmaq lazımdır ki, o yoldaşlar da məlumatlı olsunlar ki, mən əgər qeyri-ixtisasamsa, ən azı gəlib əməliyyatçı mühasib sertifikatını əldə edib, ondan sonra artıq peşəkar mühasibatlığa doğru bir inkişaf edeyim. Yəni, bu barədə bir fikrinizi bildirsəz, yaxşı olardı. Haqlısınız. Mən burada iki məqam ayırıb, onların hər birinə ayrıca şərh vermək istəyirəm. Birincisi, qeyri-formal və informal təhsilin digər bir adı, belə desəm, ömür boyu təhsildir. Yəni, əgər şəxs tibbi qutarıb mühasib işləyirsə, bu onun ömür boyu təhsil olduğunu göstərən bariz bir sübutdur. Və bunun üçün, təbii ki, heç bir şəxs üçün elə bir xüsusi limit, xüsusi sərhəd yoxdur ki, mən deyək ki, tarixi qutarmışam, ancaq tarix üzrə işləyə bilərəm. Əgər mənim maraq dairəm buna imkan verirsə, mən deyək ki, qənnatçı işləyim. Burada elə bir sərhəd yoxdur. Yetər ki, sən qənnatçı işləmək üçün qazandığın peşəni təsdiq edəsən. İkinci məqam, məhz bu məsələnin mən bayaq vurğuladığım kimi müqəddəs yolculuğudur. Çünki istər işə götürənlər olsun, istər əmək bazarındakı ixtisaslı kadrların mövqeyindən yanaşmalı olsaq, biz görürük ki, müqəddəs yol hər birimiz üçün müqəddəsdir. Çünki işə götürən də məhz belə deyək ki, ixtisassız kadrı işə götürəndə ixtisaslı kadrın haqqına nə qədər girmiş olur. Amma işə götürən əmin olanda ki, məhz bu da sertifikasiyadan keçərək əmək bazarına inteqrasiya olunur, artıq onun da içində hansısa bir rahatçılıq olmuş olur. Ona görə bütün bunların hər birini müqəddəs bir yol mən adlandırıram. Bu müqəddəs yolun bir tərəfdən iştirakçısı biz isə digər tərəfdən siz və digər tərəfdaşlardır və cəmiyyətin hər bir üzvüdür əslində qalsa. Bir məişətimizdən çıxış edərək bir misalı çatdırmaq istəyirəm. Deyək ki, bizim hər birimizdə məişətdə hansısa bir texniki problemlər baş verir, kombi ilə və yaxud elektrik və s. ilə bağlı. Bizim dəvət etdiyimiz ustalar yalnız tanışımın mənə təklif etdiyi bir ustadır. Ancaq o usta həqiqətən ustalığı bacarıya yox, bizim onu sübut edəcək heç bir bugünkü sənət yoxdur. Məhz bu sertifikasiyanın da önəmi bundan ibarətdir ki, istənilən vətəndaş evinə dəvət etdiyi ustanı həmin o sertifikasiyadan keçdiyini görəndən sonra artıq rahat nəfəs alır ki, bəli, bu ekspertin imtahan etdiyi ustadır və ona görə mənim tutaq ki, kombi ilə və yaxud elektriklə bağlı hər hansı bir problemi həll edə biləcəkdir. Nəinki hansısa bir tanışın vasitəsilə çağırılmış usta. Belə. Çox gözəl məqama toxundunuz. Əslində, yəni bugün əhalimiz bir də nəyin problemini yaşayır? Yəni bu məqamı qeyd edeyim. Məsələn, internetdə görürsünüz ki, yazırlar ki, məsələn, mən siz demiş kombi ustasıyam və yaxud da ki, soyuducu ustasıyam. Mən şəxsən özümün qarşılaşdığım bir problemi qeyd edeyim. Elə oldu ki, soyuducumuz xərab oldu və internetdə mövcud olan bir nömrəni axtararaq oradan bir usta dəvət elədik. Usta gəldi, soyuducunun üzərində işlədi, saatlarla işlədi və soyuducu yəni əvvəlki vəziyyətinə qayıtdı, işlədi, soyutmağa başladı. Lakin bu getdikdən sonra çox qısa müddətdə soyuducu xərab oldu. Və ondan sonra yəni mən qaldım belə bunu neyniyəsəm, səhvəmsə indi hansı markanın adını demir, reklam olmasın. Sonra həmin o markanın servisinə xidmət elədim, daha doğrusu müraciət elədim. Servis gəlib soyuducunun tam şəkildə belə araşdıqdan sonra məlum oldu ki, həmin usta gəlib düzəltmək əvəzinə daha da onu lap zay günə qoyubdur. Yəni həqiqətən də yəni burada mən ondan bir sertifikat tələb eləsəydim, desəydim yəni bax sizin hardansa yəni bir universitet bitirmisiniz və s. Çünki bazarda o özünə öyrənən şəxslər hansı usta yanında və həqiqətən də onu təsdiq edən bir sənədini istəməyimiz çox mühümdür. Məsələn bununla bağlı bu yaxınlarda bizim o ofisimizdə
damını düzəltməklə bağlı bir usta çağırdı. Usta gəldi, nə qədər ona vəsait ödəndi. Heç bir sertifikat tələb eləmədi ki, sənin ümumiyyətlə bu sahədə təcrübən nədir, sertifikatın varmı? Amma yenə də ona ödəniş elədi. O getdikdən sonra yenə də o dam dammağa başladı. Yəni həqiqətən bu çox mühümdür. Yəni millətimiz buna olsa çox yaxşı olar ki, bir sertifikat tələb eləyir. Ən azı siz demək məsələn ömür boyu təhsil hər vaxta ehtiyac var da. Sən ola bilsin ki, əsas baza təhsilin bu olmayıb, amma sonra bu gün artıq TKTA var. Onlar da gedir. Məsələn dam ustası, siz dediyim kimi kombi ustası, soyucu ustası. Bunlar gəlib sizdən sertifikat alsa, yəni mən həqiqətən də buna çox vacibliyini hiss edirəm. Məsum müəllim, elə bu məqamda mən bir də nə sual alma gəldi. Mən hazırda Xəzər Universitetində müəllim olaraq çalışıram eyni zamanda. Orada da məsələn ömür boyu təhsil mərkəzi həm İqtisad Universitetində, iqtisad sahəsində demək olar ki, Sumqayıt Dövlət Universiteti olsun və xarici universitetlərin hansına baxsaq, hamısında artıq ömür boyu təhsil mərkəzi var. Yəni bilmək istərdim ki, TKTA olaraq onların əməkdaşlığınız necədir? Həm universitetlərlə, həm də bizi kimi mərkəzlərlə, belə deyək ki, bu günlər müəyyən kurslarla bu TKTA-nın fəaliyyətinin tanınması, bax bayaq vurğuladığımız o sertifikatın həm millətimizə tanınması, həm kurslarla bu universitet və mərkəzlərlə əməkdaşlığınız necədir? Bu barədə bir məlumat versəz yaxşı olardı. Təbii ki, Elm və Təhsil Nazirliyinin hər bir qurumu ilə biz eyni çətir altında birləşdiyimizə görə birmənalı şəkildə sıx əməkdaşlığımız var. Bura istər ali təhsil mərkəzləri, eyni zamanda peşə təhsil mərkəzləri aiddir. Özəl kurslara gəldikdə isə biz yenə də bu kurslarla əməkdaşlıqda hər zaman açığıq, əməkdaşlıqlarımızı genişləndirməkdə maraqlıyıq. Fürsətdən istifadə edərək İqtisadi Araşdırmalar və Təhlil Mərkəzində burada məxsusi qeyd etmək istəyirəm. Çünki bizim tərəfdaşlarımız müəyyən bir kateqoriyalara cavab verməlidir. O kateqoriyalar, tutaq ki, biz bayaq qeyd etdiyim praktiki imtahanların keçirildiyi istehsalat mərkəzi ki, biz deyirik. Onlar maksimum dərəcədə real iş mühitinə yaxın olmalıdır və bunun üçün müəyyən olunan tələblərə cavab verməlidir. Və ona görə qeyd etdiyim kimi müxtəlif özəl kurslar və yaxud da ki, hansısa bir servis xidmətləri, bunlar bizim tərəfdaşlarımızdır və bu tərəfdaşlıqları da genişləndirməkdə biz maraqlıyıq. Məsələn, bu yaxınlarda yəqin ki, bizim xəbərlərdən oxudunuz, Toyota Apşeronun 7 nəfər avtomobil mühərrikləri yığıcısı ixtisası üzrə əməkdaşı bizim sertifikasiyadan keçdilər. Yəni, bundan əlavə Norm Ustalar Klubunun əməkdaşlarından 21 nəfər bizim sertifikasiyadan keçmişdir. Yəni, məhz özəl şirkətlərlə də bizim əməkdaşlığımız var və genişlənməkdədir. Eyni zamanda qeyd etmək istəyirəm ki, özəl şirkətlərin də xüsusi maraqları var ki, onların əməkdaşlarının bilik, bacarıq, səriştə səviyyəsi necədir? Qoy onu rəsmi orqan qiymətləndirsin. Və yekun olaraq, bəli, bizim əməkdaşlığımız var və genişlənməkdədir. Bu, əsas bizim prioritetlərimizdən də biridir. Burada da məsələn çox maraqlı məqama gəldiniz. Bu Dezo Toyota şirkəti, Norm. Bunlar məsələn necə oldu əməkdaşlığınız? O zərurəti onlarmı hiss elədi? Yəni sizin müraciət elədi? Çünki məsələn mənim də tanıdığım çox şirkətlər var. O bayaqları qeyd elədik ki, məsələn şirkətlərdə bu gün tamamilə qeyri-ixtisas şəxslər mühasib olaraq işləyirlər. Yəni mənə də maraqlıdır ki, yəni bu gün biz müəyyən şirkətlərə xidmət göstəririk. Həm onların korporativ müqavilələr bağlayırıq, əməkdaşları kursa gəlirlər. Bu sırf əməliyyatçı mühasib artıq öz proqramımıza daxilləmişik. Bizim hazırda belə qeyd edək ki, İATM olaraq, İqtisadi Araşdırmalar Təhsil Mərkəzi olaraq bu gün biz 5 proqramla deməli kim ki kurs istəyirsə onlara dəvət edirik onunla bağlı. Bu hansılardır? 1 əməliyyatçı mühasib proqramı, 2 mütəxəssis mühasib proqramı, 3 aparıcı mühasib, 4 rəqəmsal mühasib və 5 bir də sərbəst mühasib. Burada ilk məqam, ilk belə deyək addım əməliyyatçı mühasibdir. Biz ilk olaraq onu onlara tövsiyə edirik. Yəni bax orada mənim maraqlı olan sual nə idi ki, məsələn Toyota şirkəti dediniz. Onlarla necə oldu əməkdaşlığınız? Yəni özləri müraciət elədi, yoxsa bu elanda mı görüb gəldilər? O barədə bir məlumat versəz.
Mən sizə qeyd edeyim, birbaşa şirkətlərin özləri bizim hansısa elan demək, bizim xəbər başlıqlarından, bizim xidmətlərimizdən xəbər tuturlar. Özləri müraciət edirlər ki, biz əməkdaşlarımızın sertifikasiyasını istəyirik və çox müsbət bir haldır ki, bu dinamika artmaqdadır. Artıq hətta bizim bölgələrdən artıq 2 şirkət var ki, bunlar da öz əməkdaşlarının sertifikasiyası üçün bizə müraciət ediblər. İnşallah bu ay ərzində ən gecə gələn ayın ortalarına qədər bunların sertifikasiyasını biz bitirəcəyik. Ondan sonra ictimaiyyətə də xəbərlərimizdə bu barədə məlumat veriləcək. Və ümumiyyətlə dediyim kimi böyük şirkətlər, hətta bəziləri olur ki, o qədər də böyük tanınmış şirkət olmasa da artıq bazarda müəyyən qədər çəkisi var. Onların özləri birbaşa əməkdaşlıq etməyə maraqlıdırlar. Çünki bilirlər ki, bunun faydası onların öz bizneslərinədir, öz əməkdaşlarının həmçinin gələcək karyeralarınadır. Məsələn, bir maraqlı məqam da ağlıma gəldi. Məsələn, biz zaman-zaman regionlarla bağlı müəyyən bir təlimlər təşkil edirik. Hətta bizim Gənclər İdman Karyera Mərkəzi ilə bərabər bir layihəmiz var, hazır mühasib layihəmiz var. Hazırda onun 5-incisini icra edirik, demək 5 ildir ki, davam edirik və son layihəmizdə xüsusən region tələbələri belə həsr olunubdur. Bildiyimiz kimi regionlarda biz çox belə deyək ki, daha aktiv, daha belə deyək maraqlı yoldaşlar görürük və burada o məqamda vurğulayım ki, adətən şəhər tələbələrindən, əhalisindən regionu müqayisə aparanda nəyə görürük ki, onlar belə deyək ki, daha həvəsli olurlar, işə can yandırmaqda daha, yəni bəlkə də bu belə deyək ki, o təbiətlə əlaqədardır və s. Və yaxud da ki, o kənd həyatından canı qurtarıb şəhər həyatına mı atılmaq onunla bağlıdır, onu deyə bilmirəm. Amma həqiqətən də rayon belə deyək, əhalisinin daha yaxşı nəticələr göstərdiyini görmüşük. Yəni bunun regionlarda tanınmasını bir vurğulayardınız. Yəni biz regionlara necə müraciət, yəni bu barədə müraciət olunur. Yəni orada olan yoldaşlar da bu gün bildiyimiz kimi regionlarda da artıq getdikcə ölkəmizin aparılan iqtisadi islahatlar artıq şəhərdən belə deyək ki, rayonlara getmək istiqamətdə olduğunu bilirik. Çünki yəni bu böyük şəhərlərdə Bakı bildiyimiz kimi yəni kifayət qədər böyük şəhərdir. Burada artıq həddən artıq yəni zavodların, fabriklərin olması biraz yaxşı hesab olunmur. Ona görə də regionlarda yəqin ki, önümüzdə bu inkişaf eləyəcək. Bu gün orada olan zavodlarda da, fabriklərdə də yəqin ki, xeyli işçilər çalışır. Bax, onlara çıxışınız necədir? Bu barədə də bir məlumat desəz yaxşı olar. Əslində çox vacib məqamdır. Çünki bəzən biz Azərbaycana yalnız Bakı olaraq baxırıq. Digər rayonlar, əyalətdə olan müəyyən kəndlər və s. biraz gözümüzdən kənarda qalır. Ancaq biz TKTA olaraq bu məsələni prioritetləşdirmişik və hər zaman bizim üçün prioritet olub ki, məhz bölgələrdə yaşayan ixtisaslı kadrlar bizim təklif etdiyimiz xidmətdən yararlansınlar. Artıq bizim keçən il Gəncədə belə bir uğurlu işimiz oldu. 25 nəfər müdavim sertifikasiyadan keçdilər, müvafiq sertifikat və diplomlarla təltif olundular. Və bu il bu tendensiya artmaqda davam edir. Gədəbəydən bizim müraciətçilərimiz var hal-hazırda, Gəncə şəhərindən yenə də var və digər rayonlardan da müraciətlər var. Bura Goranboyu, Bərdə şəhərini qeyd edə bilərəm və bu maraq regionlarda artmaqdadır. Təbii ki, burada TKTA olaraq bizim üzərimizə məsələnin daha çox təşviqi məsuliyyəti düşür ki, biz bunu artıq bununla bağlı müəyyən işlərə başlamışıq. İstər tərəfdaşlıq səviyyəsində olsun, istər sosial media hesabı vasitəsilə olsun. Biz çalışırıq ki, auditoriyamızı maksimum dərəcədə genişləndirək və TKTA Azərbaycan hər bir vətəndaşı üçün əlçatan olsun. Bunun üçün istər öz xidmətlərimiz sahəsində olsun, istər onlara əl çatanlıq baxımından olsun, məsəl üçün yeniliklər təqdim etməyə çalışırıq. Tutaq ki, qeydiyyatdan keçməklə bağlı bəzi vətəndaşlarda müəyyən çətinliklər yaranır. Biz onlar üçün artıq onlayn bələdçi, video bələdçi daha doğrusu xidməti yaratmışıq. Bundan əlavə ayrıca
qeyri-formal və informal təhsilin özünə aid əlaqə nömrəsi var ki, müdavimlər birbaşa bizlə əlaqə saxlayıb, istər WhatsApp-la, istərsə də birbaşa zəng edərək qeydiyyatdan keçirlər, qeydiyyatdan keçməkdə maraqlar və dediyim kimi biz maksimum dərəcədə vətəndaşlarımız üçün əlçatan olmağa çalışırıq. Bununla bağlı elə bir sərhədimiz yoxdur. Və regionlara da açılmaq, bu regionlarda bunu daha geniş tətbiq etmək bizim əsas prioritetlərimizdən biridir. Çox sağ olun Məsum müəllim. Məsum müəllim, bir məsələni də soruşum sizdən. Bildiyimiz kimi hazırki durum, hazırki dünyamızın getdiyi bu istiqamət sürət zamanıdır və həqiqətən də proseslər o qədər sürətlə inkişaf edir ki, bəzən mütəxəssis olaraq ona bir çatdıra bilmirik. Məsələn, bugün mühasib olaraq onu qeyd edeyim ki, günümüzdə yenilikləri takip eləməsək, gündə 1-2 saat oxumasaq, istər qanunverici ilə bağlı olsun, istər elmi-texniki yeniliklərlə bağlı olaraq məsələləri takip eləməsək geri qalmış oluruq. Məsələn, bugün də artıq demək olar ki, sahələrdə artıq rəqəmsallaşma gedir. Süni intellektin bütün sahələrə təsiri gündən-günə artır. Və TKTA olaraq bununla bağlı hansı yenilikləriniz var? Yəni, onu biz belə deyək ki, takip edə biləcəyik, yəni günümüzün belə deyək ki, standartlarına uyğun nə yenilikləriniz var? Yəni, nə belə də irəlidə hansı mesajlar vermək olar ki, yəni TKTA öz mərkəz olaraq ki, yəni biz mövcud bugünkü bəzən buna davranış ekonomisi deyirlər, davranış iqtisadiyyatı, yəni mövcud vəziyyətə ayaqlaşmaqla bağlı bir mesajlarınızı da versək yaxşı olardı. Bəli. Demək, hal-hazırda 26 peşə ixtisasının tanınması həyata keçirilir ki, 2026-cı ilə qədər bunun 35-ə çatdırılması nəzərdə tutulub və həmin o artırılacaq say məhz sizin dediyiniz bazar, tələbat, bunlarla ayaqlaşacaq ixtisaslardır. Biz yeni ixtisasları əlavə etməmişdən öncə onları daha çox araşdırırıq. Müasir tələblərə nə qədər cavab verir, əmək bazarında bu şəxsin sertifikatı almaqla payı nə qədər artmış ola bilər və bunlardan irəli gələrək yeni ixtisasları tətbiq etməyə çalışırıq. O ki, qaldı dediyiniz digər texnoloji məsələlər, TKTA ümumiyyətlə elə bir qurumdur ki, hər zaman inkişaf edir, hər zaman yeniliklər tətbiq edir. İstər qeyri-formal, informal təhsilin tanınması, istərsə də göstərdiyi digər xidmətlərlə əlaqədar olsun. Hər zaman bazarda olan ən üstün yenilikləri biz yerli bazar şəraitinə uyğunlaşdıraraq onları tətbiq etməyə çalışırıq. İnşallah ki, növbəti illərdə də bunlar sürətli inkişaf edərək tətbiq olunacaqdır. Mesaj olaraq onu çatdırmaq istəyirəm ki, əgər hər hansı bir peşəyə sahibsinizsə, mən o peşəni tanıtmağa dəvət edirəm. Çünki tanıdacağınız peşə, rəsmi tanıdacağınız peşə sizin əmək fəaliyyətinizdə sizə yeni qapılar açacaqdır, yeni imkanlar yaradacaqdır və belə bir imkan var ikən bundan niyə istifadə edəməyək? Ona görə hər bir vətəndaşımızı aktiv olmağa çağırıram. Məsələn, bu sizin sloqanınız ki var, sənətiniz varsa sənədiniz də olsun. Bəli. Yəni, bu həqiqətən çox gözəl bir sloqandır. Yəni, belə deyək ki, direkt mesaj verir ki, həqiqətən də bu sahədə özünüzü daha təminatlı bir sənətlə belə də işinizi formallaşdırmaq istəyirsinizsə, yəni o zaman müraciət edə bilərlər sizə. Məsələn, növbəti sualım da nədən ibarətdir ki, bu hazırda TKTA-da olan peşə ixtisasları var. Orada səhvəmsə 26 peşə ixtisası üzrə həyata keçirilən proqramlar var. Yəni bu proqramların içərisində ən çox müraciət olunanlar hansılardır? Bu barədə bir məlumat versəz yaxşı olardı. Bəli, 26 peşə ixtisasını biz 4 kateqoriyaya bölmüşük. Bunlar demək, istehsalat və texniki xidmətlər, kənd təsərrüfatı və ictimai iaşə, məişət xidmətləri və ticarət və son olaraq texnologiya, dizayn və sənətkarlıq üzrə ayrılır. Biz 26-sının hər birini ad-baad sadalamırıq, sadəcə belə deyək ki, qruplaşdırırıq. Və bunların içində statistik olaraq əsas müraciət olunan sahələr bugünkü günə qədər qənnatçı və aşpaz sahələri olubdur. Amma bununla yanaşı deyək ki,
zərgərlik, avtomobil mühərriklərinin yığıcısı, dayə, bu kimi ixtisaslarda müraciətlər arasında üstünlük təşkil edirlər. Lap yaxşı. Məsələn, bu 26 peşə ixtisasının içərisində birinci mühasibatlıq da var, əməliyyatçı mühasib də var. Bu sahədə müraciətlərin artması üçün bizi kimi təşkilatlardan gözləntiniz nədir? Yəni biz nə edə bilərik? Biz indi əlimizdən gələni edirik. Məsələn, artıq aramızda memorandumumuz da var. Son imtahanlardan biri də bildiyimiz kimi bizdə keçirildi. Orada mən də ekspertlərdən biri kimi çıxış eləyirəm. Sadəcə biraz daha da artıq maarifləndirmə işlərinə sanki bu gərək var deyə hiss eləyirəm. Çünki indi peşəkar mühasib sertifikat imtahanı da artıq var. Bu bəllidir. Qanunvericilikdə sırf bu baş mühasiblərdən tələb olunur. Amma əməliyyatçı mühasiblər isə məhz bu sertifikatı əldə etməlidirlər. Ümumiyyətlə bu sahəyə başlayan şəxs fikrimcə onlar üçün qapı budur. Xüsusən də qeyri-ixtisaslı şəxslər üçün. Məsələn, bunu fikrimcə məsələn digər universitetlərdənmi və başqa bir müəyyən sosial çarxlar mı hazırlamaq olar? Yəni bu fikrinizi bilmək istəyirəm. Məncə buna ciddi ehtiyac var, yəni bu əməliyyatçı mühasibin təbliğatına. Təbii, haqlısınız. Bizim təşviq etmə kampaniyamız hal-hazırda əsas bizim hədəflərimizdən biridir. Bu yöndə təbii ki, biz sizin kimi dəyərli tərəfdaşlara da güvənirik. Çünki hər bir maarifləndirmə özü, bayaq qeyd etdiyimiz müqəddəs yolculuğun bir hissəsini təşkil edir. Ona görə bəli, təşviq etmək, istər sosial mediada olsun, istər bu şəkildə maarifləndirməklə biz buna nail olmağa çalışırıq və digər tərəfdaşlarımızın da bu sahədə dəstək göstərməyini təbii ki, gözləyirik. Məsələn, həqiqətən də çox maraqlı bir müsahibə oldu. Həm özüm üçün, həm fikirləşirəm ki, cəmiyyətimiz üçün, həm mühasib cəmiyyəti üçün çox vacib bir veriliş oldu və inanıram ki, mühasib bələdçiləri, yəni verilişin izləyiciləri bunu çox diqqətlə baxacaqlar və bunu da paylaşacaqlar. Son olaraq istərdim ki, TKTA olaraq ictimaiyyətə hansı mesajı vermək istəyirsinizsə bu son fikirlərinizi almaq istərdik. Radi müəllim, verilişimizin sonunda mən də sizə təşəkkür etmək istəyirəm səmimi qəlbdən. Həm yaratdığınız şərait üçün, həm də bu səmimi söhbət üçün. Bu mənə daha çox müsahibədən daha çox söhbəti xatırlatdı. Çünki fikir mübadiləsi apardıq, çox vacib məqamlara toxunduq ki, qeyd etdiyiniz kimi cəmiyyətimiz üçün, vətəndaşlarımız üçün burada vacib məqamlar var. Bəli, bizim sloqanlarımızdan biri sənətin varsa, sənədin olacaq və vətəndaşlarımızı məhz bu xidmətdən yararlanmağa dəvət edirəm. Həqiqətən də əgər hər hansısa bir peşə ixtisasına maliksinizsə, sahibsinizsə və bunun heç bir rəsmi sənədi yoxdursa, dəvət edirəm TKTA-nın təklif etdiyi bu xidmətdən yararlanın. Çünki əmin olun ki, bu yararlanacağınız xidmət, əldə edəcəyiniz sənəd sizə bəlkə də bu gün yox, amma sabah, növbəti illər üçün bir işıq rolu, bir mayak rolunu oynayacaq. Ona görə hər bir vətəndaşı aktiv şəkildə bu xidmətdən yararlanmağa dəvət edirəm. Çox sağ olun, mən təşəkkür edirəm maraqlı müsahibəyə görə və ümid edirəm ki, bizim inşallah irəlidə də yenə bu sahədə inkişaf elədikcə daha maraqlı mövzularla izləyicilərimizin önünə çıxacağıq. Həqiqətən də yəni bu mənə xoş oldu. Siz demiş maraqlı söhbət oldu, fikir mübadiləsi oldu. Beləliklə növbəti bir mühasib bələdçi verilişinin sonuna gəldik, hörmətli izləyicilər. Və bu verilişlə bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirik. Əgər əlavə təklifləriniz, suallarınız varsa, kommentlərdə yazmağı sizlərdən xahiş edirik. Və növbəti hansı verilişləri bizlərdən istəyirsinizsə, o barədə fikirlərinizi bölüşməyi istərdik. Çox sağ olun, növbəti verilişlərdə görüşənədək.